Əziz dostlar, hörmətli dinləyicilər, mən bugün sizə yaxın dostum, yaxşı müəllim, yaxşı insan, Qəhrəman Şükürlü haqqında məlumat verəcəm. Qəhrəman müəllim 1944-cü ildə Füzuli rayonunun Aşağı Sedəmətli kəndində dünyaya göz açıb. Müəllimlik fəaliyyətinə isə Füzuli rayonunun Qarxanbəyli kənd orta məktəbində başlayıb. O, dərslərində şairləri, yazıçıları özləri kimi şagirdlərə sevdirib. Qəhrəman müəllim yaradıcı, yenilikçi müəllimidir. O, bu dünyada yoxsa da oxucular tərəfindən sevilən Qəhrəman müəllimin 5 kitabı işıq üzü görüb. Qəhrəman müəllim yaxşı publisist kimi həm də özünü poeziya sahəsində də sınayıb. O, Ərgünəş dağını vəsf edəndə ona bir şair kimi bədii don geyindirmişdir. Aşağıda mərhum Qəhrəman müəllimin yüksək bədii gözəlliklə, zövq ilə tərənnüm etdiyi Ərgünəş şeirini sizə təqdim edirəm. Göylərə ucalan başı dumanlı, çəməni, çiçəyi, bulağı qanlı, sinəsi yaralı, qəlbi qubarlı, tarixin yaddaşı Ərgünəş dağı. Düşmənlər yandıran daşın, torpağın, qırılan ağacın, hər bir budağın, dünya yayılıb səsin, sorağın, doğacaq günəşin Ərgünəş dağı. Doğacaq günəşin Ərgünəş dağı. Düşmənlər yurt salıb oymaqlarında, yadlar tonqal qurub ocaqlarında, qandallar pas atıb ayaqlarında, tezliklə asılar Ərgünəş dağı. Tezliklə asılar Ərgünəş dağı. Yürüb sənə çatmağa, dəmir barmaqları qırıb atmağa, yaralı sinəndə biraz yatmağa, kaş ömrüm çataydı Ərgünəş dağı. Kaş ömrüm çataydı Ərgünəş dağı. Səmanda qıy vursun Qafqaz qartalı, səslənsin sinəndə elçinin tarı, zülfiyə oxsun rastı, qatarı, göz yaşın qurusun Ərgünəş dağı. Göz yaşın qurusun Ərgünəş dağı. Geyib qollarına polad qolçağı, qoyacaq başına qeyrət papağı, sancacaq zirvəsinə o al bayrağı, gələcək xilasına Ərgünəş dağı. Gələcək xilasına Ərgünəş dağı. Əyilmə önündə yağı düşmənin, uca tut bayrağın, doğma vətənin, qayıtdı vətənə dərginlərin, arzun çiçək açdı Ərgünəş dağı. Arzun çiçək açdı Ərgünəş dağı. Gün çıxar başından çəkilər duman, qayıtdı köçkünlər, verildi fərman, yaralı sinəndə kəsildi qurban, torpağın şad oldu Ərgünəş dağı. Torpağın şad oldu Ərgünəş dağı. Dostlar, mərhum Qəhrəman Şükürlü Firdovsi müəllimin balaca qardaşı, Qarabağ müharibəsində iştirak etmiş, böyük fədakarlıq və qəhrəmanlıq göstərmiş Vüqar Şükürlünün atası, rayonumuzun fəxri olan saz aşığı Əli Şükürlünün babasıdır. Allah Qəhrəman müəllimə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun.